Salam əleykum. Aleyküm salam. Salamlayıram hamını. Bugün Oqtay əmin qonağıyıq. Gəlmişik kişiyə baş çəkək. Borcumuzdur bir kiçik kimi. Allah Oqtay əmiyə can sağlığı versin. Biz də istəyirik bir Güngül Varibi quşların barəsində, köhnə quşlardan, köhnə quşbazlardan bir xatırladım eləsin, danışsın. Bizə də maraqlıdır, tamaşaçılara da maraqlıdır. Biz də bir izləyərdik. Buyur Oqtay əmi, bir gördüklərindən. Adın nə oldu sənin? Adım Famildir. Famil, bizim bu kənddə quşa çox diqqət yetirirlər. Uçuşuna, göyə getməyinə, göydən gəlməyinə baxırlar. Balaca uşaq da görərsən ki, 20 yaşı var. Handa bir yaşlı quşbazcan bilir o. Kəntimizdə özü də ki, hələ-mələ quşu bəyənmirlər. Quşlar uçsa da ya, əgər balaca tipəkdə olsa görürsən ki, saxlamirlər. İstəyir göyə getməyi, göydən gəlməyi, hər tərəfli yoxlayırlar quşu. Mən özüm az deyir, bilməm 60-cı ildən saxlayıram, 61-ci ildən quş saxlayıram. Bu şey 65 bir neçə il saxlayıram. Cürbəcür quşlar görmüşəm. Quş olubdu ki, qıraq əyid götürdüm bir dənə 88-ci ildə çölün ortasında quşbazlıq eləməyə. Qəlim quş tökmüşdüm bura. Onları uçurdandan sonra buradan bir 250-yəcən bala apardım mən. Əqəli quşları. Bir neçə il, bir 15 il deyim sənə, neçə il orada quşbazlıq elədim, əğzil etdi. Hər yerdən gəlirdilər ora. Uçurdurdum da 400, 500 quş uçurdurdum. Bir dəfə də hələ dedilər quş uçurdu yenə, tamaşaya da əqəli quşu. 110 mana quş çağartdım, uçurtdum. Yaxşı uçdular. Sonra da ki, hələ istəyir bu Rusiyadır, Rusiyadır. İndi deyirlər belənçinə, bir 30-35 il bundan qabaq mənə Rusiyaya aparırdılar. Allah rəhmət eləsin, Arif vardı. Allah rəhmət. Yevlaqlı. Dostaşına idi, gəlirdi hərdən 15-20 dənə deyirdi filan kes üçün apardı, 20 dənə filan kes üçün aparırdı. Bu da qədər Rusiyadan, çox yerdən zəng gəlir. Çoxsa deyir mənə ki, ayaqda, deyirsən quş 4 saat, 5 saat uçur məndə. Mənim quşlarım 5 saat, 4 saat, 6 saat uçur. Bugün biri, bir 10 nəfərdilər əyikdə çəkiliş eləyib atıblar. Deyirsən, quşların balası 9 saatla, 8 saatla, 10 saatla, 11 saatla gəlir. Deyirəm ona ki, prosto ora səhərindir, bura istidir. Quş elə 5-6 saat uçar. Amma bizdə bu şey, bəziləri hamını da demirəm, beləsi var ki, acıq vermək üçün. Biridirsə 8 saat uçdu quşum. Ubru gün çıxır, deyir ki, mənim quşum 9 saat naqqarta uçdu. Ubru gün çıxır, deyir ki, 10 saat uçdu. Nə uçubdu da, Allah bərəkət versin. Mənim haçan uçurduram elə 5 saat, 4 saat, 6 saat uçur. Birdən quşum 10 saat uçan deyə, yenə mənə 4-5 saat deyirəm. Ne üçün ki, belə eşidənlər, baxanlar, qulaq asanlar var. Hamında yoxdur axı güclü uçan quş. Ne üçün sabah otursun, fikir eləsin ki, 50 dənə quşum var, bir dənə 8 saat, 9 saat uçan quşum yoxdur. Məndə 4-5 saat uçur, 3 saat uçur. Qoy eləsin ki, o yaşlı kişidə də elə 5 saat uçur. Özünə təsəlli versin. Dönüb, bir şey ki, mən həyətdə, indi şey çıxmasın, heç bunun yeri döydüyüm ha, həyətdə kebab pişirtdirmirəm ki, iyi qonum boşuya gedər. Növbələr deyəndə gedib kebabçıda pişirtdirib götürüb gəlirəm ki, günahdır. Belə. Çox belənçiyinə yuxarıdan danışırlar. Əlvər quş uçurdar deyib, misal üçün,
Təcqərə var, Allah ömür versin. Allah Salam Allah mələkki var mənə. Bir 35 ildir, neçə ildir, bəlkə də 40 ildir salam mələk gəliyirik. Hələ bir dəfə olmayıb ki, həcinin yanına gedim mən, qeyd etsin ki, o da deyəndə deyir ki, baba tuturlar da Oqtayda. Bu da məndən soruşan dələnçi ilə. Vacib deyil ki, biz quşa görə, biz prosto dost deyil, bir-birinin xətrini istəyirik. Bu vaxt çıxardık buradan ya Meştəqiyə, ya Bilgə, ya Bizonuya gedərdik tamaşaya. 5 saat, 6 saat, 7 saat uçardı. Gələndə kim rast gələrdi, soruşardı, hardan gəlirsiniz, deyirdik filan yerdən. Necə uçdu quşları? Əla uçdu. 7-8 saat uçdu, 6 saat uçdu, 8 saat uçan oldu. Belə idi. İndi havalardandır, nödür, biri deyir 15 saat, biri 14 saat. Keçən dəfə biri qeydi deyir mənə ki, vallahi Oqtay ki, utanıram, sənə deyim. Dedim, utanma de. Dedi, 2 dənə quşum var, 17-18 saat uçur. Dedim, olar, neçə saat düşən olar. Dedim, vallahi indi sən deyirsən, mən də utanıram deyim sənə. Dedi, utanma deyinə. Dedim, bir 3-4 dənə məndə var, 23-24 saat uçur. Dedi, eylə quşca. Dedim, sənin 20 yaşın var, səndə 17-18 saat uçur. Mən yəni uzadıb beyl uçurda bilmərəm. Biri çıxır deyir ki, 40 dənə quş uçurtdun, səhər saat 6-da. Gecə saat 12 idi, göydən gəldilər, quşxananın qapısını açdım, düşdülər. Bəzi quşbazlarda da basmaq çox olur. Quşbazlığı qoyublar lağlağaya. Oqtay əmi, bir də sualım var. Bu axırı vaxtda bu dəb halına düşüb. Deyirlər quş məsələn 10 saatla, 9 saatla, 11 saatla gəlir, part-apart oynayır, düşür. Yəni o quş hansı havada gəlib oynaya bilər, oynaya bilməz? Mən fikirləşirəm 40 dərəcənin bir dənə söz deyim indi. Bir dənə söz deyim. Mən 200-də, 300-də quş uçurdumuşam. Ne bilim, vallahi indi dostlaşlığım da var, onlar da deyir, sonra xətirlərinə deyir. Məndə retki quş olubdu ki, gələndə görərsən düşənə yaxın, bir də qalxar, ya oynayar, ya da boş çörürlər. Vaxt boş eləyər. O da deyirdilər, yaşlılar deyirdi, mənim 20 yaşım olandı, 50 yaşında quşbazlarla oturub dururdum, 40 yaşında. Bunlar deyirdi ki, quş söndüyündən belə eləyir. Quş deyir, bir gedib gələndə sönür ələnçinə. Şappırlayıb eləyir. Bir də göydən gələndə. Kimin indi oynayır, qoy oynasın da. Haçansı, o da boşçu, oynayanları çekiyor, oynamayan üçün. Yəni, mümkün deyir də belə bir şey, 10 saatın üstündə quş gələr. Bu il, misal üçün, bir 200 dənə quş uçurdum mən, bu ila. Biraz canım söyləyir. 200 dənə quşda bəkəm, 2 dənə quş məndə göydən gələndə, bir dənə qalxar quyruq üstə, oynayar ya da boş oynayar. Bəkəm onlarda ayrı sortdur, ayrı yerdən gəlib quşları. Ya indi neyini bilər, neyini emiblər. Yox, bizə də maraqlı. Vallahi indi çox maraqlıdır. Ne düşsən bu quşların boşuna oyun gəlir. Olar, məsələn, 20 dərəcə, 23 dərəcə istilikdə olur. Amma 40 dərəcəni... Mən qışda da uçurdumuşam. Mən yay qış quşbazlıq eləmişəm. Nə oldu yay qış və quşbazlıq elədim, mənim quşlarım oyunu. Keçən il 3-4 nəfər vardı burada. Yuxarıda damda uçurdurdum da. Bir də göz xallı erkek, boynu xallı. Onun anası mənim quşlarımdandır. Atası qıraq quşdu, damda çıxmışdı hələ. O şey 2-ci ildə uçurdurdum. 8 saat yarımla gəlirdi. Yarımdan çox keçmişdi aşağı, ağır gəlirdi. Qalxdı quyruqsa 2 dəfə, 2 dənə oynadı. O günü mən o quşu rədd elədim. Amma düşdü qaldı yerində ya. Ne üçün ki, bizim kənddə hələ bir yinən ki, mən çox deyim ki, ay Asif, ay filan kes, ay filan kes. Bu səhər uçurdumuşdum gəli. Səhər uçurdumuşdum, qeydimcə ki, biz açılıb oynayırdı o. Bizdə naxadı tuturlar onu.
İndi kimdə oynayır lap yaxşı. Axır vaxtda bu dəb halını alıb biz də görməmişik, eşitməmişik. Yəni söhbət gedir istidən, bərk istidən, 40 dərəcə, 42 dərəcə. 40 dərəcədə açığı quş gəlir. 7 saat yarım uçur, düşür qalır yerində. Deyirlər indi quş düşdü xoruz kimi qalmalıdır yerində. Güc saxlamalıdır özünə, nə etməli? Belə temalar zapası olmalıdır. Quş havadan ləzzəti odur ki, qağayı kimi çıxıb gəlməlidir. Yəni ley kimi. Qənadını açıb. Yoxsa gəlir hələ o boşa getir, bu boşa. Uçan quş gezişməz. Çıxdı yerindən gəlib düşməlidir. Uzağı yarım saata düşməlidir. Lab yarım saat keçsin, 35 dəqiqəyə düşməlidir. Yoxsa ki, gəldi, günün o tərəfinə də keçir, sağına da keçir, soluna da keçir, hələ quşdan çoxsu dərin uçmur. Ular göz qaydasında uçurlar. Göz qaydasında uçan quş gezişir hələ. Lap binə kəndindən çıxır, Mərdəkana da gedir, qeydir, gəlir. Dərin odur ki, itdi quş gözdə. Bir də havadan çıxanda görərsən, deydi gözə. Bir-iki dəfə deyən kimi bilirsən, yarım saata quşun çatdırça gözünü. 4 saatdan bir özün görsən ki, yaxşı tapan olanda görmək olur. Heç vallahi mən deyim sənə ki, vaxt olubdu ki, 5-6 saat görsən. 8 saat heç tapa bilmirlər mənim quşumu. Bir 40 dənə, 50 dənə adam oturubdu qırağa itdə. Dərində uçurdu. Deyiblər görü kimi. Deyirəm 18-20 dənə quşdur, necə görü kimi? Çetini biri çıxdı havadan, hər 10 dəqiqədən bir-birinin üstündə görsən ki, quşdur gəlir hələ. Quş həmişə bir-bir gəlir, tək-tək gəlir. Özdə ki, quş uçar 2 dənə, 3 dənə uzağa, heç 3 dənə də görmüşəm. Ya tək uçur quş, ya cüt uçur dərin. Cüt uçan quşdur tək görkər. Hərdən görərsən ki, par kimi, hava təmiz olanda ya, gömgöy olanda. İndi düzdür, bəzi quşbozlar mən danışanda acıqlığa gəlir. Deyir, qocalı bu ne bilir. Qocalsam da yenə qarta bilmirsən. Düz söz həmişə acı olur. Bir də Oqtay əmi, tək bir dənə quş qaldırırsan, o qoşa sahada qala bilər, tək bir dənə quş. Uçar. Olar elə bir şey. Uçar. Qoşa saatı ki, 9 saat uçar, 8 saat uçar, 10 saat uçar. Biz məsələn belə görmüşük. Onu ama hər adam boşu içində uçursun. Biz belə görmüşük məsələn, uçurmuşuq 10 dənə deyək də, 5-6 saat, 7 saat uçublar. Biri də qalıb 10 saata gəlib. 3 saat əlavə tək qalıb uçub. Belə bir şey görmüşük. Bizim kənddə yaşlı quşbaz çoxdur. Burada qonşum vardı, Əliyev Boz, Allah rəhmət eləsin, bir əvvəl vardı. Yusuf vardı, Seyidoğlu. Qabağımda Məhəmməd vardı. Şirəli vardı, elə bu teritoriyadan danışıram. Əmim Əliyağa vardı. Allah rəhmət eləsin. Bir də elə bu mənim dövrümdəydi bu yaşlı quşbazda. Kəntimizdə həddindən artıq çoxdur. Hamı da həvəskardı, uçurdurdu. İndi cavan da çoxdur kəntimizdə, həddindən artıq çoxdur. Allah hamıza can sağlığı versin. Allah hamına ömür versin. Amin, amin. Bu qıraqdakı quşbazlara da Allah ömür versin. Amin. Hamına can sağlığı versin. Oqtay əmi, bu axır vaxtda bir dəb alınmalı, bu cırıq quyruq quşlarla bağlı. Biri deyirəm bıraxdı, biri deyir defekt. Neyi bıraxdı? Nə bilim, quyruğunda deyən cırıq quyruq olanda deyirlər bu quşlar bıraxdı, nə bilim. Yəni bu quşlar mən görmüşəm ki, bu quşların 99% uçur cırıq quyruqlar. Yəni pisin görmüşəm. Məndə bəkən bu da bir 10 dənə cırıq quyruğu var. Yəni quşun quyruğunun cırıq olmağının o uçuşuna bir şeyi. Quşun quyruğundan töküləndə, görərsən quşun uçuşuna çeliyər, qənətindən töküləndə. Bu cırıq Allah Taala tərəfindəndir bunun quyruğunda cırıq. Elə olursun qoşa cırıq quyruğu da olur. Məndə var məsələn. Mən 3 dənə də görmüşəm. Bu hamı bəhanələrdir. Deyirlər ki, tüş
xətasıdır. Tük xətasıdır. Bu Allahın tük? yaratdığı heyvandır bu. Bu nə tük xətası? Bu tuşun tükə nadiyyət ola bilər. Bu xəta Toyuqda ola bilər, yəni. Tük xəta xətası toyuqda olar. bizdədir, dilimizdə xəta götürürük onun üstünə. Oxtay əmi 6 saatı, 7 saatı keçən quşlar başını sirkələməlidir. Ola bilər ki, Ümumiyyətlə- 8 saat uçsun, sirkələməsin. Yox, tükdü sirkə eləyir quş başını. Başını, baba başını sirkə eləyir belə. 99%, 2 saat yarım. Sonra keçir, dinciyini sol tərəfdən budu sarıya aparır. Hə. Çoxsa heç bilmir ki, boşuna döş aparır. Bu ki ayaqlarını ki yığır altında, altına batırır o. Quyruğun altına. Dolaşdırır. Bu tüklər kütdü, quruyur orada. Quruduqca dartınır, dartındıqca incidir o kuşu. Hə, ağrı verir. Bu dindiyini aparır oraya Təmizləsin. təmizləmək üçün. Biz də həmişə görmüşük, düşən quş başını sirkələyər. Və o vaxtlar həmin bu deyanəti tanıyan da, Hə, Allah hamı tanıyır da. Bir dəfə dedi mənə ki, mənim üçün balı uçurdu yenə. Gəldi ora, bir 10-12 dənə balı idi setkada. Dedim, hansını sən uçurdum sənin üçün. 2 dənə bala göstərdi. Çörülür də tək bir. Bıraxdım boyuna uçurtdum. Dedi, neçə saat uçacaq? Dedim, 6 saat yarım. Bərk isti vardı orada. Balalar da yekə bala döyürdü ya. Adam vardı, heç o boyda balanı uçurdumur. Biri 6 saat yarım uçdu, biri 7 saatəcə uçdu. Bu yıl sonra Əbdülağa var. O gəlmişdi. Qeytidi mənim üçün də uçurdu yine. Güldüm mən. Dedim uçurdu. Bir üstə bala bıraktı. Bir boynu gülleydi. Bir de çepti. Uçurtdum. 7 saatdan yuxarı uçdu. Onun üçün. Sonra bir dəfə də 3 dəfə körpə bala uçurmuşam belə. Çox uçurmuşam ha, bu yadımda qalan. Xoşbəxt gəli var. Dostdaşınadır elə. Həyətin adamıdır. Onlar üçün uçurtdum 6-7 nəfərdir, 2 dənə bala. Elə yaxşı saat uçdular balalar. Yaxşı ki 5-6 saat uçdular da. Durum deyim 12 saat uçdu. Səndə həmişə yaxşı quş olub. İndi də var. Əvvəl də olub. Ya indi deyir ki, o gün biri deyir. Uçurmursan o demək deyil ki, indi quş pis. O gün biri deyir. Birine deyir ki, bir dənə bala veriblər mənə ağ düyüş bala. 20 dəqiqə bağla qənətini, aç qənətini bırak kütün içinə. Da ad vermirəm kimdir. Geçecek Toçkaya gəlcək. Uçurtdum, getdi gəldi. Qeydim deyir ona ki, binəli Oxtay da. Aya deyir, sən nə dersən, nə Oxtay? Oxtayın 3 ayda quşxanasından xəbəri yoxdur. Day demir ki, Oxtayın hər gün quşxanasından öz xəbəri var. Bəlkə özünün indi xəbəri yoxdur quşxanasından, onu deyə bilmərəm. Və hər gün quşxanamdan da, özümdən də xəbərim var. Deyilikən, hamımız bir-birimizin qədrini bilir. 5 günlük dünyadır. Bu ölüb geçəcək. Ölüb geçəcək. Bu haydadır elə bir-birini. Bir də onu deyim də, mən əqəli quşu, düzdür, indi bəziləri deyir ki, əqəli quş əğz egir. Bunun üçün əğz emək lazım deyil. Əqəli quşu belədir ki, əgər Bakıda 100 dənə quşxana var, onun 80'ında əqəli quşu var. Çoxsu boynuna almır. Allah rəhmət eləsin İldirimi. Allah rəhmət eləsin. Salam məleki vardı. Ölməmişdən bir həftə qaba. Dedi mənə gəl gedək 5-10 verim sənə. Səydə də dedi. Dedim ki, mən quşa ehtiyacım yoxdur. Saydı filan kəslər, 5 cüd, 10 cüd gəlib o parçada. Dedim Allah hamını canını sağ olasın İldirim. Amma bir dəfə
TikTokda, istəyir Bələncə meclisdə, heç yerdə deyilmir ki, Allah rəhmət eləsin İldırımı, yaxşı quşbazdı. Dəniz qırağında saxlaydı, uçurdurdu, yaxşı uçurdu quşları. Restoranı vardı, mən özüm də olmuşam orada. İndi öldü, getdi də. Allah rəhmət eləsin. Amma bir dəfə deyilmir, istəyir Bizonada, istəyir qıraq yerdə. Deyilirmi ki, bu İldırım Allah rəhmət eləsin. Yəni yada salmaq lazımdır. Bir quşbazı yox, çox quşbazı. Allah bütün ölənləri rəhmət eləsin. İstəyir quşbazdır, quşbaz döyür, hamını rəhmət eləsin. Allah Nərman Əmidə rəhmət eləsin. O da Allah rəhmət quşların eləsin. üstündə çox böyük əziyyəti olub. Demin o bala vermişsən, 3 dənə dalbadal baladan sağ. İlbey. Hə, o danışsa çox maraqlı olur. O vaxt quş yığıldı, bir də bala, bir cüt verdim, birini uçurtdular. 11 saat naqbat uçdu. Onun üçün dedilər təsadüfən çıxır. Sonra bir dənə də yenə bu quşlardan getdi, çıxdı ora. Həmin o qaraquyruq balanı saldı. Onun üçün dedilər təsadüfən çıxıb. Üçüncü də ağ bala idi. O da onlardan güclü uçdu. Öz quşum öz quşlarımı bastırdı. Heyvandır da, əqəli quşudur. Bəziləri indi əqəli quşunu bəyənmir. Quşxanasında əqəli quşu saxlayır. Deyir, əqəli quşu mən saxlamıram. Hamını demirəm, amma bəziləri. Əqəli quş olsun, kimin quşu olur olsun, yaxşı olsun, mən saxlayıram. Bu cavan nəslə bir tövsiyə nədir? Bu quşu necə saxlasınlar, necə uçursunlar? Uçursunlar, axırına çıxsınlar. Baladır, 5 saat uçur. Bir 3-4 dəfə dalbadal uçdu, 5 saat, 4 saat. Kessin qənətini, bu il yenə uçursun. Uca 5 saat, yox 7 saat uçacaq. Hələnçiyini ilə saxlasın. Özünü aldatmasın heç vaxt quşa görə. Bir də ki, yalan danışmasın quşa görə ki, uçmayan quşçun desin ki, uçdu. Uçan quşçun desin ki, uçmadı. Bir də ki, kim verib buna heç əyib də döyür. Adın çəksin, desin ki, filan kes verib. Kimin quşlarındandır? Əgər xəcalat çəkəcək, deməyəcək, heç götürməsin o quşu. Götürmədi. Burada xəcalat çəkməli, hamımız bir-birimizdən götürmüşük. Quşu götürməsin, 1000 tutulmadan bir dənə əgər şah quş çıxır əgər, udur. Adam var deyir, padrat hələ tutulmalar yaxşıdır. Ya. Yaxşıdır, yaxşıdır. Amma sən onu axırına çıxa bilmirsən. Köhnə quşunu uçurdursan, ya yerinə gedir, ya cərt düşmür. Belə quş var ki, 2 il belə xamlıq əlliç uçuş da göstərmir. Olur ki, Oktay əmi quş yerini dəyişir, uçuşunu itirir. Olur belə bir şey. Bu da olur. Heç yığır qoyur bir yana uçmur. Uçmur, hə. Bir də başıma gəlir, məsələn, yaxşı uçan quşdur, maya da ərkəkdə, balaları uçmur. Ya deyir, gözü yoxdur, ya uçuşu zəifdir. Olur belə bir şey. Yaxşı quşun balası yaxşı çıxmalıdır. Əgər maya təmiz 5-6 saat uçursa, liboy erkeği vursun balası yaxşı çıxmalı. Təmiz uçuşdan gedir. Əgər özün alladırsan, bir dəfə 5 saat uçur, 3 dəfə 2 saat, 1 saat uçur, onun balası ələcələ buraq çıxacaq. Bu quş aləmində siz mayaya üstünlüyü verirsiniz, yoxsa Mən mayaya. Yaxşı mayan varsa quş varsa. Yaxşı maya ilə vur, yaxşı çıxacaq balası. Bu atalardan bir məsəl var, deyir, 4 ayaqlı erkək, 2 ayaqlı mayası. Laf erkək də olsa, əgər bu yaxşı quşdursa erkək, onun erkək balası yenə 5-6 saat uçmalıdır. Laf passan mayaya da vursun. Erkeği çəkənlər. Erkeği çəkəcək. Bir də bu quşda məsələn bala görsə bir cüt erkək çıxır ya bir cüt maya çıxır. Bunların uçuşunda fərq olur. Var. Biri zəif olur ona uçuşda. Amma çox zəif olur da. Amma onun balası sonra gəlir. Zəifin balası. Zəifin balası gəlir.
O ki yaxşı uçaq var, ondan güclü uçur. Olur ha. Kuşbozdan çox şey asılıdır. Kuşbozdur misal üçün. Baladır, düzəltib özünü. Saat 5'te deyir ki, hələ 5 saat vaxt vardı. Çağartır uçurdu. Day demir ki 8'den sonra o gün sonandan sonra hələ quş düşə bilmir əydə. Bala hardan düşəcək? Oktay əmi, siz zaman vaxtı bu quşda uçurdanda təxminən saat neçədə uçurdurdunuz? İndi məsələn 6-da 7-də Mən pasiyanı Biz məsələn 9-da onun yarısı uçurduq. 9-10'un yarısı uçurdumuşam mən pasiyanı. Retka aldı saat 10 tamamda uçurdumuşam. Çünki o vaxtda səhər-səhər havanın qarşısında. Yo vaxt olubdu ki kuş var ki lap 8'de də uçurdumuşam. Öz dil xoşluğumu uçurdumuşam. Hamını yo bir neçə dənə quşu. O vaxtda da havalarda belə peyvorozad olurdu, yoxsa Olurdu. kimi yox? Olurdu, retka olurdu. Olur diye misal üçün 20 gün xəzri esirdi. Bu şey görürdün ha. Xəzri təmiz yandı. Bilirdin ki aynı fırlatacak kilavara. Gördün ha fırlattı kilavara. Ama pasiyanlı olsun yoktu. Bir de gördüm bir ay kilavar esirdi. Bir de istiler geçirdi ki gel görəsən. Ama kilavar pasiyanı kuş yiyendi. İndi istilər də zəifdir, havalar da çox dəyişir. Bir gündə 3 dəfə hava dəyişir. Təynəyək. Qurbanım Allah özü bilən məsləhətdir. Oktay əmi, bir cüt quşdan nə vaxtacan törədib çoxalmaq olar? Quş qatmalısan ora, qatmalı deyirsən. Bir cüt bir damcı Az da bir. azdır. 3 cüt olma. 3 cüt, 4 cüt olar. Bunun balasını, onun balası ilə cüt vurasan, onun balasını ubursu ilə, belənçi ilə. Bir cüt nə alarsan, 5 cüt, 10 cüt alarsan bala. Balalar da cüt düşər, görərsən ki, bala verər, dalıcan çıxanlar ya fitər yerə də gəl. Yəni gecələr. Əgər ilişir də quyruğumuz olur. İlişmir, o şey xəstəlik, o belə pite-pite gedir yerə də yer. İşkəs çıxar balası. Uçuşda zəiflik olar. Uçuşda da hər Hə, Oktay əmi, gəldi sənə yad elədik. vallahi Eydi indi sənə. belə Borcumuzdur. söhbət oldu ki, bəlkə bir də quşbozlar da bəxşləsin məni heç kimi xətrinə deyməsin, heç kimi də xətrinə deymək də istəmirəm mən. Hamı quşbozluq eləyir, dilxoşluq eləyir. O eləsin, hamı da quşqoy yaxşı uçsun. Naqqartda yaxşı uçsa əziyyətləri çəkirlər. Hə, Allah Amma sənə biraz sağ yalan olsun. danışmasınlar da. Quşbazlarda olur da bu yalan danışmaq olur. Ya indi gene mən bunu pasiyan edirəm ki, yalanı yığın qoyun bir yana da. Birə 8 saat deyib, sən Mehriban uje olur, ha. deməyinə ki 10 saat. Allah can sağlığı versin. Sən Allah sənə qoruyub ömür ağalı versin. cinsin saxlamısan. Allah səni var eləsin. Amma hamı boş-boş şeylərmiş şəkası. 65 ildir quşbozluq eləyirəm. Ne biləm valla. Bütün canım, ömrüm getdi quşa mənim. Allah can sağlığı versin. Gecə saat 2-də də quşxanada qurdalanırdı quşlarla. İşte Neyini, bunu ona vurum, onu buna vurum. Bayıydı nəfəsim tutur. Hamı quşların ziblidir. Allah'ın yazdığı yazıdır. Ne hamı. Hərə bir ömür yaşayır. Quşxanaya girəndə ağzınıza maska salır. O quşların xırda tozu var. Toz. Proma cigəri oturur. Düzdür. Çetindir da. Vallahi əziyyət çəkib gəlmişsin. Hə, Oktay əmi, gəldik, səni də çəkdik, gördük. Allah canını sağ eləsin. İnşallah sağlıq olsun. Görüşərik. İzləyicilərə də buradan deyirik ki, Allah hamına ömür versin. ömür versin. Amin. Abone dənə olmayanlar birinci- abone olsun, beğensinler. Birinci salamatlıq olsun. Əminamanlıq olsun. Mehribansı olsun. Mehribançılıq olsun. Bu hamından vacibdir mehribançılıq. Allah heç neyi çox görməsin. Amin. Əhalimizə. Allah sənə də şəfa Bütün versin. əhalimizə Allah də səni can sağlığı böylükdən versin. əksik Sağ ol. eləməsin. Qapı da açdın bizə. Vallahi indi bəxşləsinlər, bəziləri bir də görürsən ki, adlı çəkməmişlər. O bir qıraqdan çəkəsən də ad. O da yaxşı olmur.
Birini çəksən, biri Bu yaxansın. teritoriyamı dedim ki, bu filan kes, bu filan kes. Səni sevənlərin, səni istəyənlərin Allah canı sağ eləsin. Bu kəlmə bəs edir. Allah hamıda ömür versin. Yalansı olmuyor. Yalansı. Sağ ol Noru, çox sağ ol. Əsas odur, yalan. Sağ ol, Əziyyət Noru. çəkirsən. Biz də izləyicilərlə sağollaşırıq. Kanala abunə olsunlar, like eləsinlər. Qəşəng şərhlər yazsınlar. Sağ olun, salamat qalın.